say əşyanın miqdarını və sırasını bildirir. Yadınızda saxlayın. 0'dır, 80, milyon, milyar, bu trilyon sayları. Bunlardan başqa yerdə qalan saylarımız necədir? Milli mənşədir. Amma bunlar alınmadı. Və bir şey də yadınızda saxlayın ki, düzəltmə saylarımız əsasən sayların elə özündən düzəlir. Amma istisna vardır ki, bunlar əvvəlci, sonuncu, axırıncı, filanıncı saylar. Bunlar istisna olaraq nədir? Sayların özündən əmələ gəlmir. Digər nitq hissələrindən əmələ gəlir. Sonra saylarımızın məna növləri var. Saylarımızın hansı məna növləri var? Saylarımızın iki dənə məna növü var. Miqdar sayları, bir də sıra sayları. Miqdar sayının özü də 3 qrupa bölünür. Müəyyən miqdar sayları, qeyri-müəyyən miqdar sayları və kəsir sayları. Kəsir sayları. Müəyyən miqdar sayları haqqında gələn xüsusiyyətə bax. Müəyyən miqdar sayları yadınızda saxlayın ki, əşyanın konkret miqdarını bilir. Yəni konkretdir. Belə deyil. Məsələn, deyirəm ki, stolda bir dənə kitab var, 2 dənə kitab var. Yəni konkret olaraq bilirəm ki, bir dənə və ya 2 dənə kitab var. Və bu suallar da neçə və nə qədər suallarına cavab verir. Quruluşca da sadə olur və mürəkkəb olur. Və yadınıza saxlayın, müəyyən miqdar sayından sonra gələn isimlər təkdə olur. Belə yazılır, isimlər təkdə olur. Amma bir məqamı yadınızda saxlayın ki, bir dənə istisna məqam vardır ki, bəzi zaman məzmunlu isimlər vardır ki, onlar müəyyən miqdar sayından sonra cəmdə işlənə bilər. Və bu da qrammatik normanı pozur. Məsəl üçün, deyirəm ki, 100 illər. Görürsünüz, zaman məzmunlu isim də özdə cəmdə işlənir. Və numerativ sözlərlə də işlənə bilir. Gəldik qeyri-müəyyən miqdar saylarımıza. Qeyri-müəyyən miqdar saylarımızda əşyanın konkret olmayan miqdarını bildirir. Yəni, burada konkret olmayan miqdardır. Olmayan. Necə? Məsəl üçün, deyirəm ki, masada xeyli kitab var idi. Bayaq, məsələn, bir kitab deyəndə bilirdim bir dənədir. Amma xeyli deyəndə biz bilmirik. Bir dənədirmi, 2 dənədirmi, 5 dənədirmi, 6 dənədirmi? Bu olur konkret olmayan. Və sual da nə qədər sualına cavab verir. Quruluşca sadə olur, düzəltmə olur və mürəkkəb ola bilir. Hansı qeyri-müəyyən miqdar saylarımız var? Çoxdur, azdır, çox azdır, sonra xeylidir, çoxludur, sonra bir neçədir, bir sıradır, bir qədərdir. Bunlar qeyri-müəyyən miqdar saylarımızdır. Və qeyri-müəyyən miqdar saylarında bir məqam var ki, testlərə çox düşür. Çox tez düşür daha doğrusu. Hansı qeyri-müəyyən miqdar sayları? Bax, bir çox, bir də bir sıradan sonra gələn isimlər nədə olmalıdır? Cəmdə olmalıdır. Bir çox və bir sıra qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər ancaq və ancaq cəmdə olmalıdır. Sonra çoxdur, çoxludur, yüzlərlədir, minlərlədir. Bunlardan sonra gələn isimlər həm təkdə ola bilər, həm də cəmdə ola bilər. Yerdə qalanlar hamısı nədə olur? Yerdə qalanlar hamısı təkdə olur. Yəni, biz burada bir çox kitablar deyirik, amma burada çox kitab da deyə bilərik. Məsəl üçün, çox kitablar da deyə bilərik. Heç bir fərqi yoxdur. Yerdə qalan qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər isə təkdə olur. Bir məqam da var ki, qeyri-müəyyən miqdar saylarının belə deyək də bir növüdür. Yəni, bu ayrıca sayın ayrıca məna növü deyil. Yəni, qeyri-müəyyən miqdar saylarına daxildir ki, bu saylara biz təxmini təqribi saylar deyirik. Bu təxmini təqribi saylar, baxın, təxmini saylar və ya təqribi də ola bilər. Bu təxmini saylar neçə və nə qədər suallarına cavab verir və quruluşca necə olur? Mürəkkəb olur, özdə 5 hissə yazır. Birinci hissə ən azı bildirir, ikinci hissə ən çoxu bildirir. Məsəl üçün, deyirəm ki, 5, 6. Görürsünüz, defisə yazır, quruluşca mürəkkəbdir və bir şey də yadınızda saxlayın ki, numerativ sözlərlə işlənə bilir. Sayın 2 dənə məna növüdür ki, bir numerativ sözlərlə işlənən müəyyən miqdar saylardır, bir də nədir? Təxmini saylardır.
Yerdə qalan heç bir sayımız numerativ sözlərlə işlənə bilmir. Sonra gəldik kəsr saylarımızda. Kəsr saylarımız hissə və tamı bildirir. Neçə hissə sualına cavab verir və qururca yalnız və yalnız mürəkkəb ola bilir. Keçdik sıra saylarımızı. Bu hissədə sıra saylarımızı da izah edək. Sıra saylarımız haqqında biraz danışaq. Sıra sayları əşyanın nəyini bildirir? Sırasını bildirir. Sıra sayları əşyanın sırasını bildirir. Baxın, sırasını bildirir və miqdar saylarına 10-cu şəkilsi artırmaqla əmələ gəlir. Və 10-cu şəkilsi artırılırsa bu sayda ola bilməz. Qurulsa ya olur düzəltmə, ya da olacaq mürəkkəb olur. Məsəl üçün deyirəm ki, 5-ci düzəltmədir. Bir də mürəkkəbim deyək, 15-ci. Bu da necədir? Bu da mürəkkəbdir. Bu mürəkkəb olur, bu düzəltmə olur. Və özündən sonra gələn isimlər necə ola bilər? Özündən sonra gələn isimlər cəmdə də ola bilər, təkdə də ola bilər. Mən 90-cı illərdə deyə bilərəm, 90-cı ildə deyə bilərəm. Fərqi yoxdur. Yəni özündən sonra gələn isimlər təkdə də ola bilər, cəmdə də ola bilər. Sual da sıra sayına əlbəttə ki, neçənci və bəzən də hansı sualına cavab verir. Sayla bağlı belə bir məqamda sizə qeyd edeyim. Sayların homonikləri var. Hansılardır homonikləri? Baxaq. Baxın, homonikləri birdir, çoxdur, azdır, sonra 40-dır, 50-dir, 80-dir. Bax, bunlar sayların homonimlikləridir. Məsəl üçün, nə nəzərdə tuturam? Bir, məsəl üçün, ədəd ola bilər, həm də say ola bilər. Məsəl üçün, bir o gəlsəydi, bir dön Bakıya bax deyəndə, 2 dön Bakıya bax deyə bilmirəm ki, sayla əvəz edə bilmirəm, ədəddir. Bir də say ola bilər. Cümlədə diqqətli olun. Yəni, biri görən kimi qaçıb elə say götürməyin. Cümlədəki məqamına baxın. Çox ola bilər ədad, yəni qüvvətləndirici, bir də ola bilər nə? Say ola bilər. Məsəl üçün, desən ki, çox gözəl, artıq burada çox gözəldəki nədir? Çox burada ədaddır, qüvvətləndirib gözəlir. Sonra az nə ola bilər? Az feil ola bilər. Məsəl üçün, yolunu azmaq mənimdir. O azğın sözü var ha, dilimizdə. O feildir. Bunun kökü feildir. Azdan nə əmələ gəlir? Azğın, sifət əmələ gəlir. Yəni, bu biri var nəyisə az olmağı, miqdar bildirməyi, o say deyil. Biri var az mənasında, bu feil mənasındadır. Sonra 40 biri var feil mənasında, məsəl üçün başını qırxmaq mənasında, bir də say mənasında, 50 məsəl üçün sifət mənasında, cərk mənasını bildirir, bir də say mənasında, 80 də feil mənasında, qorxmaq mənasında, bir də say mənasında homonimlər var. Bir də yoldaşların daha çox səhv elədiyi məqamlar, bu azı, çoxu, nə bilim, xeyrini, yəni saylarla ortaqlı olan zərflər vardır ki, yəni çoxu demək olar ki, saylarla zərflərdə ortaq məqamlar var. Məsəl üçün, az, çox, xeylidir, bir qədərdir. Bunlar say da ola bilər, zərf də ola bilər. Diqqətli olun. Əgər bax bunlar ismə aid olarsa saydır. Əgər feilə aid, hərəkətə aid olarsa zərfdir. Məsəl üçün, desən ki, az danış, bir də var deyirəm, az insan. Görürsünüz, burada az danış hərəkətə aid, artıq burada zərf oldu. Amma az insan ismə aid olanda nə olur? Say olunur, olur. Say mövzumuz bu qədər.